Dondurma alarkən mütləq şəkildə qablaşdırılmanın üzərində olan etiket məlumatlarını oxumaq lazımdır. Məhsulun istehsal tarixi, yararlılıq müddəti, qida dəyəri göstəriciləri, xüsusilə yağ tərkibi diqqətə alınmalıdır. Satış obyektlərində, istərsə də ev şəraitində dondurma saxlanılan yerdə digər qida məhsullarının, məsələn, soyuducunun içərisində ət və ət məhsulları, toyuq, balıq məhsullarının saxlanılması yol verilməzdir. Çünki çarpaz çirklənmə baş verə bilər. Yəni, digər qida məhsullarındakı mikroorqanizmlər dondurmaya sirayət edə bilər və dondurmanın özündə mikrobioloji proseslər getməyə başlayar. Çünki dondurmanın istehsalı zamanı xammal olaraq inək südündən istifadə olunur. Düzdür, bu pasterizasiya edilmiş inək südüdür, amma buna baxmayaraq süd mikroorqanizmlərin inkişaf etməsi üçün əlverişli bir mühitdir. Əgər dondurmanın tamlığı pozularsa və ya istehlak edərkən içərisində buz kristalları müşahidə olunarsa, bu dondurmanın donunun açıldıqdan sonra təkrar dondurulduğunu göstərə bilər. Həmin məhsulların istehsal tarixi bitməsə belə istehlakı tövsiyə edilmir.